Madam Allah Teala deyir ki, mən sənə şah damarından daha yaxınam. Allah bizim hər an yanımızdadır, görür və eşidir. Elə bil Allah məni burada eşitdiyi halda, mən 5 kilometr harasa yol gedirəm ki, gedim orada bir qəbir tapım, onun vasitəçiliyi ilə Allaha. Bu Allah haqqında mənfi fikir yaradır. Necə deyirlər, Allahın obrazına da xələl gətirir ki, Allahı sanki nəzbillah, indi adam ifadə etməyə də çətinlik çəkir. Yəni bir qəddar bir obraz kimi və yaxud da ki, insanlardan uzaq bir, bəşəriyyətdən uzaq bir varlıq kimi, uzaqlaşmış bir varlıq kimi ki, sanki o bəzi məmurlar filanlar var, gərək onu gedəsən, ant verəsən, ona bir adam tapasan ki, gedə xahiş eləyə, sən balanın canı mənə kömək elə. Bu biraz ona bənzəyir ki, Allaha da ant verirsən ki, Allah təala, sən bu qəbirdə yatanın məzarına ant verirəm səni, mənim bu işimi qəbul elə. Bu Allah haqqında Allahın o, necə deyərlər, humanist sifətlərinə, mərhəmət obrazına xələl gətirən bir məsələdir. Allah bəndələrini birbaşa eşidir. Allah hətta İslam dinində olmayanları, kitab əhlini, bütün insanları eşidir. Çünki buyurur ki, mən bütün bəşəriyyətə eyni səviyyədə ruzi verirəm. Bugün Allah Teala ona inanana da, inanmayana da ruzi verir. Ona görə də insan sanki çalışır Allahı özündən uzaqlaşdıra. Allah yaxınlaşdırmağa çalışır. Deyir ki, mən sizə yaxınam, dua edin, mən sizi eşidirəm. Quranda deyir bunu. Amma biz deyirik ki, yox, Allah bizdən uzaqdır, biz gedək kimisə tapaq, haradasa bir sağ adam, ya qəbir, ya bir seyid tapaq. Ona xahiş eləyək ki, bəs sən Allah, sən də indi mənim Allahdan istə ki, məni filan işimi. Bu düzgün deyil. Yəni bu Quranda bütün bunların niyə soruşuram? Bu bəzi adamlar bilməyərək təbii ki, bu düzgün deyil. Bilirsiniz, bəzi maraqlı adamlar da var ki, din adı ilə bunu sırıyırlar. Qəsdən o pirləri, ziyarətgahları müəyyən vəsait xərcinə və yaxud da ki, bir ideoloji təbliğat yerinə çeviriblər, mərkəzə çeviriblər, xarici təsirlər filanlar, çox şey var bu işin içində. Ona görə bu inançları yayırlar ki, insanlar elə birbaşa Allaha yox, mütləq ya sağ adama, ya ölü vasitəsilə müraciət eləsinlər.